Salam. Müəllimlər üçün növbəti sual. Bizə deyir ki, 6 karbon atomu olan alkan molekulunda ikinci karbon atomu üçlüdür. O zaman mən bir dənə karbon atomu götürürüm. İkinci karbon atomu üçlü karbon atomuna çevirilir. Yəni 3 dənə karbonla birləşir. Bir karbon atomunda, növbəti karbon atomunda verir ki, -2 oksidaşma dərəcəsi göstərir. -2 oksidaşma dərəcəsi göstərirsə əgər, deməli o CH2-dən ibarət olmalıdır ki, hidrogen bilirsiniz müsbət 1-dir, ikinci müsbət 1 atomumuz müsbət 2, deməli bu da oldu -2. Mən artıq neçə karbon istifadə elədim burada? 4 karbon. Mənim 2 karbonum qaldı. Təbii olaraq bu sual verirsiniz ki, mənim bu qalan 2 karbonu burada birləşdirə bilərik, burada birləşdirə bilərik, burada birləşdirə bilərik, burada birləşdirə bilərik. Hara birləşdirək? Bir yoxlayaq. Əgər mən 2 karbonu bura birləşdirsəydim, birini bura birləşdirsəydim, bu karbonu artıq 4'lü karbon eləyirdi. Elə bilməm. Bura birləşdirsəm, artıq mənə görə fikri fırladım, əks tərəf eləyim, eyni cür olur. Ona görə də elə hara birləşdirirəm bura. Niyə? Çünki burada CH2 yaratmağım üçün bu karbon ikili karbon olmalıdır. Bir dənə karbon atomum qaldı, yenə o karbon atomu bura birləşdirə bilmələm 4'lü olar. Bura birləşdirə bilmələm bu üçlü olar, bunun oksidaşma dərəcəsi -1 olar, CH tapmaq olmaz. Ona görə də o karbon atomunu da birləşdirdim. Karbonun beynəlxalq nomenklatura ilə adını soruşurdu. İkinci karbonlar birləşib metil. 1, 2, 3, 4, 5 dənə əsas səncədə karbon var. 2 metil pentan.